Euzu billahi mineşşeytanirracim ve salatu vesselamu ala eşrefil enbiya vel murselin Ebil Kasimi Muhammedinil Mustafa ve alihi tahirin. Salavat çekin. Mevzumuz Kur'an-ı Kerim'in ayələrindən əldə olunan, istifadə olunan Allahın rəhmətindən uzaq düşmək necə olur? Bir neçə mövzu təqdim eləmişik. Bu da o silsilədən biridir. Deməli, Allah Teala Quran-ı Kerimdə rəhmətdən uzaq düşmək mövzusunu 4 hissəyə bölür. Belə deyək də, elə bir tədricən gəlir. Birdən-birə bir ünvan altında mövzuya yanaşmır. Deməli, İstər deyək, Allahın rəhmətindən uzaq düşmək və yaxud Allahın lənətinə gəlmək, bu iki kəlmənin ikisi də eyni anlamdadır. Allahın lənətinə gəlmək axirətdə o deməkdir ki, Allahın əzabına məhkum olmaq deməkdir. Allahın lənətinə gəlmək bu dünyada o deməkdir ki, Allahın mərhəmətindən binəsim olmaq. Deməli, lənət kəlməsini alimlər belə izah eləyirlər. Ət-tardu vəl-ibtiad. Deməli, qovmaq, uzaqlaşdırmaq, amma şərti ilə ki, əla səbilil səxat, yəni qəzəbli halda. Qəzəbli olaraq bir nəfəri şəxs yanından qovursa, ərəb deyir ki, o onu lənətdədir. Dildən danışır, amma dindən yox, dil. Ərəb dilində əgər bir nəfəri qəzəbli halda ona qarşı nifrəti olaraq yanından uzaqlaşdırırsa, bu uzaqlaşdırma əməliyyatına bu keyfiyyətdə deyirlər nə? Lənət. Filan kəsdən lənət gördü. Yəni, yanından uzaqlaşdırdı. Sevmədi adamın yanındakı hüzurun. Sevməyərək, nifrət bəsləyərək, qəzəb doğaraq adamı yanından və yaxud hər hansı bir şeyi yanından uzaqlaşdırırsansa, deməli, sən onu lənətdədin. Başqa bir misal verək. Oturmuşsan, görsən ki, bir nəfər gəlib, hörmətli, izzətli, möhtərəm bir adamın haqqında yanında ona yaraşmayan sözlər danışır. Ki, Əhməd belə, Əhməd elə, Əhməd belə, Əhməd elə. Sən onu susturursan. Deyirsən ki, yox, Əhməd elə deyil. Əhməd yaxşı oğlandı, Əhmədin 1, 2, 3 belə xeyir işləri olub, filan olub. Sən bu işdən vaz keçdə, onun haqqında orada-burada ağzına gələni danışma. Həmən bu, yəni adamın hüzurundan sən nə oldun? Narahat oldun, sevmədin və bu hüzura səndə qəzəb yaranır. Və bu hüzuru sən çalışırsan, yanından neynəsən? Uzaqlaşdırırsan kəlmə ilə ki, yəni bu mövzu nə olsun? Bağlansın. Deməli, sən neynədin? Lənətdədin, o da lənətə neynədi? Məruz qaldı. Yəni, lənət eləmək üçün şərt deyil, şəxs dilinə nəsə gətirər. Dildən danışır, amma dindən danışmır. Əgər şəxs hər hansı bir mövzunu sevməyərək, qəzəb yaradaraq özündən uzaqlaşdırırsa, o onu neynir? Lənətləyir. Deməli, Quran-ı Kerimdə qeyd elədiyim kimi 4 mərhələli Allahın rəhmətindən uzaq düşmək mövzusu var.
Salavat göndərək Peyğəmbərimizə. Allahümme salli ala Muhammed ali Muhammed. Bismillahirrahmanirrahim. Sad surəsində Allah Teala buyurur. Deməli 72-ci ayədən ta aşağı. Məzmun çatdırıram. Allah Teala buyurur ki, mən Adəmi yaratdım və ona səcdə tələb etdim. Diqqət edin, bəziləri burada Quran ayəsinin kəlməni ləğv eləyir. Öz məqsədini sübut eləmək üçün ki, çox qəribə adamlar var. Məsələn, mən görmüşəm də, deyir, mələkələr və cinlər Adəmə səcdə eləmədilər, Allaha səcdə elədilər. Amma Allah açıq-aşkar buyurur ki, deməli, fəqa'u ləhu sacidin, ona, mənə yox, ona, ləhu, ona səcdə eləyin, mənə yox. Əgər desəydi ki, Allah Teala fəqa'u sacidin, səcdə edin, burada yozmağa yeri var ki, demir ki Adəmə, demir ki filan istiqamətə, səcdə kimə olunmalıdır? Allaha. Deməli, Allah orada qeyd qoymayıbsa, deməli, Allahın özünədir. Amma ayə açıq-aşkardır. Sad surəsinin 72-ci ayəsi. Ayə kəlmə-kəlmə oxuyuram. Fəqa'u, Allah əmr eləyir. Fəqa'u ləhu sacidin, ona səcdə edin, ey mələkələr və cinlər. Fəsəcədəl mələikətu kulluhum əcməin, mələkələr hamısı istisnasız səcdə etdilər, İlla iblis, iblisdən səvayı, iblis neynədi? İstəkbərə, təkəbbür elədi və bu əməl onu kafir olmağına səbəb oldu. Yəni təkəbbür iblisi hara apardı? Kafirliyə apardı. Və Allah Teala sual verir iblisə, ey iblis, nə maniyə oldu ki, əllərimlə, qüdrətimlə yaratdığım bir varlığa səcdə etmədin. Yenə burada da aşkar, Allah demir, mənə səcdə etmədin, yaratdığıma səcdə etmədin. Deməli, təkəbbür etdin, özvü alilərdən hesab etdin və buna bənzər Allahın iblisi tənbih eləməsi. Cavab verir, mən ondan xeyirliyəm. Niyə xeyirlisən? Yəni Allahın xəbəri yoxdur ki, sən xeyirlisən, ya Adəm xeyirlidir. Bu özündən müqayisə edir. İlk dəfə müqayisəni iblis eləyib. Yəni heç bir varlıq müqayisə eləməyib, ilk qiyası, müqayisəni iblis eləyib. Xələqtəni min nar və xələqtəhu min tin. Məni oddan yaratmısan, onusa palçıqdan. Palçıq, rəngi yox, belə deyək də, meyl olunası bir şey deyil. Amma od işıq saçır və istilik verir və s. ilə axırda indi bu özündən oda fəzilətlər verir, palçığın fəzilətin öldürür və əhəmiyyətsiz sayır. Allah Teala qovur, mövzumuza aid olan hissə budur. Və innə aleykə lə'nəti, sənə mənim lənətim olsun. Sənə mən Allahın lənəti olsun. Deməli, Allah Teala ilk, diqqət edin, bu vacib məqamdır. İlk lənət qapısı nə vaxt açılıb sualı? Həmən bu ayədə öz əksini neynir? Tapır. İlk dəfə lənəti Allah oxuyub və ilk lənət olunan şəxs də
iblisdir. Yəni bu qapı zamandan çox-çox öncə belə deyək də Adəm əleyhissalamın yaradılışı dönəminə təsadüf edən bir durumda, bir deyək mərhələdə bu qapı açılıb Allah tərəfindən. Sənə mənim lənətim olsun. Yəni mənası nədir? Qovuram səni, sənin huzurun bu məkanda sevilməzdir və sənə qarşı məndə nə var? Qəzəb var. Qəzəblə səni qovuram, uzaqlaşdırıram. İndi Allaha yaxın olanda insan lütf-i mərhəmət içində olur. Allahdan uzaq düşəndə insan nə olur? Lütf-i mərhəmətdən məhrum olur. İlk Allah rəhmətindən uzaq düşən varlıq iblis olur. Bax, diqqət edin, bir mülahizə də deyim. Niyə məhz belə deyək də bölgüdə birinci bunu irəli sürdüm? Məsələn, başqa ayələr də var da, oradan da başlamaq olardı ki, orada da lənət mövzusu var, rəhmətdən uzaq düşmək mövzusu var. Çünki şər iblisdə misal olaraq özünü gerçəkləşdirir. Yəni, şərrin timsalı və misalı nədir? İblis. Hətta sənin nəfsün ki var, səni günaha dəvət eləyir, səni pisliyə dəvət eləyir, səni Allahı asi olmağa dəvət eləyir. Onun da bu hala düşməsinin səbəbkarı iblis. Onun vəsvəsələri nəticəsində sənin nəfsün Allahın elədiyi xeyir ilhamı imtina eləyir, iblisin elədiyi ilhamları neynir? Qəbul eləyir. Məsələn, Ramazan ayında yəqindir ki, cin şeytan yoxdur. Amma yenə də heç Ramazan ayında olunmayan günahlar nədir? Ramazan ayında başlayır şəxs eləməyə. Niyə? Axı, bunu yoldan çıxardası bir amil yoxdur axı. Deyirik, xeyr, amil var. Ramazan ayından qabaq 11 ay nəfsin üstündə şeytan işləyir, iblis işləyir, bilir ki, o bir ay müdaxilə eləyə bilməyəcək. Amma o 11 ayın təsiri getmir. Deməli, Ramazan ayına hazırlaşmaq üçün nə etmək lazımdır? 11 ay mübarizə aparır. Şaban ay nədir? Şəvval ay nədir? 11 ay. Əsas Ramazan ayıdır. Niyə əsas Ramazan ayıdır? Çünki Qədr gecəsi var. Qədr gecəsində insanların taleyi, qəza və qədəri nə olur? Dəyişir. Əgər həmən günə şəxs bərbad gündə girsə, hələ bərbad gündə də çıxacaq. Hədislər var. Qədr gecəsini belə şəxs haqlasa, müəyyən günahları varsa, onun səsi eşidilməyəcək. Deməli, 11 ay çalışmalısan ki, o bir ayı salamat qalasan. Amma biz elə bilirik ki, şükür Allaha, şeytan yoxdur, nə rahat olduq, bu da 11 ayda girinc edib bizi. İndi rahat olduq. Xeyr, sənin ən narahat vaxtın Ramazan ayıdır. Müsəlmanın ən narahat vaxtı, müsəlmanın ən gərgin vaxtı hansı aydır? Ramazan ayıdır. Fikirləşmə, nəfəsin təsbihdir, yuxun ibadətdir, iftar eləyirsən belə savab, iftar verirsən belə savab, oturmağın savab, durmağın savab, əməllərin 2 qat hesablanır, filan olur, günahların bağışlanır filan. Yastığın altına çox yumşaq bir şey yaranır, amma elə deyil. Çünki orada bir gecə var ki, şeytan 11 ay vuruşur ki, onu neynəsin, əlindən alsın və alır da. Niyə Ramazan ayından sonra bizdə heç nə dəyişmir? Çünki o gecəni əlimizdən alıb. Məsələn, Qədr gecəsində dualar qəbuldur ya qəbuldur? Hədislər var ki, hətta qəza və qədəri belə Allah Teala neynir? Dəyişir.
Hamı özünə şər duası eləyir. Ay Allah, mən işdən çıxmağıma kömək elə. Ay Allah, mən filan şey elə. Ay Allah, yox. Hamı xeyir dua eləyir. Amma Ramazan ayından sonra görürsən ki, heç bir xeyri yoxdur. Qüsur Qədir gecəsindədir, Ramazan ayındadır, ya başqa bir yerdədir. Deyirik, başqa yerdədir. Ramazan ayı ümumi şəkildə, Qədir gecəsi xüsusi şəkildə sənin qəza, qələmi verir əlvə ki, götür özün yaz. Qələmi Ramazan ayı və Qədir gecəsi verir öz əlvə ki, götür özün yaz. Amma yazırsan, doldurursan xeyir dualarla, çıxırsan, görsən heç nə yoxdur. Bomboş, yoxdur. Niyə? Çünki sənin əlindən bura çatmamış alınıb. Yəni şeytanın var gücü müminin üstündə 11 ay çalışmaqdır. 11 ay. Bir ay çalışmır, Allah imkan vermir ona. 11 ay çalışır, bir dənə Qədir gecəsini əlindən alır, vəssalam, ged namaz qıl. Ged oruç tut. Nə qədər oruç tutursan tut. Sənin duan Allah yanında müstəcab olmur. Niyə? Çünki əlimizdən alınıb. Amma yox, Qədir gecəsinin şərt şürutu ilə şəxs gəlsə və Ramazan ayı o qəza və qədər mələkələr enib qalxandan sonra hər şey nədir? Səndə dəyişməlidir. Dəyişməlidirsə bilginən ki, 11 ayda böyük qüsura yol verməlisən. Deməli, niyə iblisi önə saldım? Çünki şərin misalı odur. Şərin misalı nədir? Odur. Şər insanları da o yetişdirib. Şər proqramını da o cızıb. Aydın? Deməli, Allah Teala buyurur ki, sənə mənim nəyim olsun? Lənətim olsun. Bir, salavat göndərək Peyğəmbərimiz. Deməli, ikinci mərhələ ümum kafirlik. Ümumi, xüsusən danışılmır da. Kafirliyi Allah Teala neynir? Lənət deyir. Yəni, kafir olmaq Allahın rəhmətindən nədir? Uzaq düşmək deməkdir. Bəs bu qədər kafirlər var, Hindistan, Çin, ora, bura, müsəlman ölkələrindən yaxşı da yaşayırlar, müsəlmanlardan yaxşı yaşayırlar, psixologiya yerində, o